Bugünkü buraxılışımızda heyvandarlıq sahəsində olduqca vacib və aktual mövzulardan biri heyvanların identifikasiyası haqqında danışırıq. Bütün təsərrüfat sahiblərinin, heyvan mülkiyyətçilərinin, bizim dəyərli kənd təsərrüfatı sahəsində çalışan sahibkarların dilindən düşməyən bir mövzu var, identifikasiya. Hər bir heyvan və heyvan qrupu haqqında məlumatlar da oradan əldə edilir. Heyvan bazarlarındakı vəziyyət. Ümumiyyətlə heyvan bazarlarına bağlı məncə əminəm ki, mənə olduğu qədər bütün insanlara bu hissə maraqlıdır. Təmasda olursa, deməli bu xəstəlik yoluxdura bilər, bəli. Aha. Deməli bizə heyvanın izlənilməsini təmin etmək üçün yeganə vasitə kimi, alət kimi identifikasiya əhəmiyyətlidir. Siz belə dedikcə mən də beynimdə canlanmağa başladı və düşündüm ki, burada əslində sahibkarlara çox böyük bir öhdəlik və məsuliyyət düşür. Vaxtı ilə qənaətbəxş olmaması, bəli. Bazarlardakı infrastrukturun mövcud vəziyyətinin müasir tələblərə cavab verməməsi səbəbindən həmin bazarların, yəni heyvan satışı bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Heyvan itibsə, onun deməli üzərində mülkiyyət hüququna sübut kimi identifikasiya nömrəsindən istifadə oluna bilər.